Dövlət Sərhəd Xidmətinin hərbi hospitalının doğum mərkəzi fəaliyyətə başlayıb. Və kimlər dünyaya gəlir? Bizim sərhədimizi qoruyan əsgərlərimiz. Cərrah mama ginekoloq Yeganə Əliyevanın sevinci hərbi hospitalda təkcə doğum mərkəzinin yaradılması ilə bağlı deyildi. Dövlət Sərhəd Xidmətinin qadın hərbi qulluqçuları üçün nəzərdə tutulan doğum mərkəzində, həm də onun rəhbərlik etdiyi özəl klinikada müalicə alan hamilə qadınlar 9 ay bətnlərində daşıdıqları körpələrini dünyaya gətirəcəkdilər. Abzas Media, Dövlət Sərhəd Xidmətinin hərbi hospitalının binasında yerləşən və prezidentin yaxın qohumlarına bağlanan özəl klinikanın fəaliyyətini araşdırıb. ...2024-cü ilin yanvarında hərbi hospital istifadəyə verilərkən Prezident İlham Əliyevi Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev qarşılayıb. Möhtərəm Prezident, Cənab Ali Başkomandan, hərbi hospital kompleksi açılışa hazırdır. Açılışdan bir neçə ay sonra Prezident Əliyevin addımladığı bu dəhlizləri yeni doğulan körpələrin səsləri bürüyüb. Ulu öndərimiz nə demişdi? Körpələr bizim gələcəyimizdir. Yeganə Əliyeva hərbi hospitalda yerləşən doğum şöbəsinin rəisi və mama ginekoloqu olmaqla yanaşı daha bir fəaliyyətlə də məşğuldur. O, həm də Dövlət Sərhəd Xidmətinin hərbi hospitalında fəaliyyət göstərən özəl Yeganə Rosi Bebek klinikasının qurucusudur. Yeganə Rosi Bebek Məhdud Məsuliyyətli Cəmiyyəti 2023-cü il aprelin 4-də rəsmi qeydiyyata alınıb. Kommersiya qurumlarının dövlət reyestrinə daxil edilən məlumatlardakı dəyişikliklərə əsasən MMC Yeganə Əliyevanın rəsmi qeydiyyatda olduğu ünvanda qeydiyyatdan keçib. Əsas məqsədi cütlüklərin qarşılaşdığı reproduktiv problemlərin aradan qaldırılması olan bu özəl klinika əvvəlcə Dövlət Sərhəd Xidmətinin Həsən Əliyev 106 ünvanında yerləşən poliklinikasının binasında fəaliyyət göstərib. Bura ümumilikdə yeganə doktorun yeridir. Müayinə və müalicə elə orada, doğum isə mərkəzi hospitalda həyata keçirilib. Hospitalda qəbul olunur. Hospitalda olmaz, orada ayrılanları qəbul edir. Paylaşımları orada görürdük hospitalda onu. Orada doğum orada, aslında doğum orada gedir. Qəbul buradadır. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarında Yeganə Rosi Bebek MMC-nin passiv vergi ödəyicisi olduğu yazılıb. Passiv vergi ödəyiciləri gəlir əldə etmədiklərinə görə vergi vermirlər. Amma Yeganə Rosi Bebek klinikası həm işləyir, həm də gəlir əldə edir. Klinikanın aktiv tibbi fəaliyyət göstərdiyini yalnız sosial media hesablarına yerləşdirilən paylaşımlardan deyil, həmçinin televiziya verilişlərinə verilən reklamlardan da görmək olur. Məsələn, Xəzər TV-də yayımlanan verilişlərdən birinin baş sponsoru da elə məhz Yeganə Rosi Bebek klinikası olub. Yeganə Rosi Bebeyə təşəkkür edəcəyik. Tərəfdaşımız baş sponsorumuzdur. Yeganə Rosi Bebek mərkəzində Dövlət reyestri məlumatlarında gəliri olmadığına görə vergi ödəmədiyi qeyd olunsa da, Yeganə Rosi Bebek klinikasının bir televiziya verilişinə baş sponsorluq edə biləcək qədər maliyyə vəsaitinə necə sahib olması sual doğurur. Yeganə xanımın qəbulunda insanlar oldu. Bu qədər tələbat. Biz 11-ə işləmiş klinikadan güclə ayrıldıq. Müayinə məqsədi ilə Yeganə Rosi Bebek klinikasının WhatsApp nömrəsinə göndərdiyimiz mesaja gələn cavabda görüş günü və saatları təklif olunub. Həmçinin hərbi hospital daxilində fəaliyyət göstərən Yeganə Rosi Bebek müalicə mərkəzində həkim qəbulunun 70 manata başa gəldiyi yazılıb. Abzas Media klinika ilə əlaqə saxlayıb görüş istəyərkən bildirilib ki, müəssisədə göstərilən tibbi xidmətlərə görə ödənişlər yalnız nəqd şəkildə qəbul olunur. Qəbula gəlmək istəyirsiniz? Hə, bilmək istəyirəm ki, nəqd ödəniş eləyəcəyik, yoxsa kartla eləyə bilərikmi? Bəli, nəqd ödəniş olacaq. Müalicə müəssisəsi Dövlət Sərhəd Xidmətinin poliklinikasında fəaliyyət göstərən zaman edilən çəkilişlərdə də ödənişin nəqd şəkildə qəbul olduğu görünür. Nə qədər ödəniş? Kartla ödəniş. Nəqd ödəniş olsun. Kartla ödəniş yoxdur. Bu video klinikanın vergi ödəyicisi kimi çekin verilməsi üçün e-kassa nəzarət qurğu mexanizmi ilə təchiz edilmədiyini göstərir. Qəbz vermirsiniz? Yox, qəbz vermirsiniz. Niyə? Hazır belə ödəniş edirik. Niyə? Çünki istəyirlər ki, Bura klinika kimi fəaliyyət göstərir. kimi fəaliyyət göstərir. Yəni lisenziyanı görə bilərəm. Lisenziyamız. Bilməm, bura sərhəd qoşunlarının tərkibindədir. Bura sərhəd qoşunların tərkibindədirsə, hospitalda niyə ödəniş qəbul olunmur olur? Bilməm, elədir.
Videodan da göründüyü kimi, vətəndaşa rəsmi qəbz verməkdən imtina edən Yeganə Rosu Bebek Klinikasının fəaliyyət statusu passiv göstərilsə də, o faktiki sahibkarlıq fəaliyyətini davam etdirib. Belə olan halda, Klinika Vergi Məcəlləsinin 16.3-cü maddəsinə əsasən vergi orqanına hesabat verməli, vergi orqanı isə bu hesabat məlumatlarını yoxlamalıdır. Çünki Cinayət Məcəlləsinin 213-cü maddəsində vergidən yayınmaya görə məsuliyyət nəzərdə tutulur. Yeganə Rosu Bebek Klinikasının adını və VN nömrəsini onlayn lisenziya portalında axtaranda da hər hansı məlumata rast gəlinmir. Halbuki, lisenziyalar və icazələr haqqında qanuna görə özəl tibbi fəaliyyət üçün lisenziya tələb olunur. Səhiyyə Nazirliyindən Yeganə Rosu Bebek Klinikasının lisenziyaya malik olub-olmaması ilə bağlı sualımıza cavabda bildirilib ki, müəssisənin fəaliyyəti üçün lisenziyanın verilməsi bu qurumun səlahiyyəti xaricindədir. Tibbi fəaliyyət üçün lisenziyaları İqtisadiyyat Nazirliyi verir. İqtisadiyyat Nazirliyi isə Abzas Medianın bu haqda sorğusuna video dərc olunanadək cavab verməyib. Özəl tibbi fəaliyyət haqqında qanuna əsasən, özəl tibb müəssisəsi qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər hansı bir növü üzrə müvafiq ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər. Klinikanın Instagram səhifəsində dərc olunan videoların birində Yeganə Rosu Bebek Müalicə Müəssisəsinin Səhiyyə Nazirliyi və təbibin dəstəyi ilə fəaliyyət göstərdiyi bildirilib. Sizin klinika özel klinikadır. Özel klinika əlbəttə indi hamısı təbiblə birgə, Səhiyyə Nazirliyi, Timur Musayev, Vüqar Qurbanovla birgə oradan da fəaliyyət göstərməsi bizim səhiyyənin əlbəttə ki, inkişafının təzahürüdür. Bu video bir müddət sonra klinikanın Instagram hesabından silinib. Yeganə Əliyevanın klinikanın saytında yerləşdirilən tərcüməyi halında onun 2009-2015-ci illərdə Nigar klinikasında həkim və direktor vəzifəsində çalışdığı yazılıb. Əliyevanın bu klinikaya bağlılığını kommersiya qurumlarının reyestr məlumatları da təsdiqləyib. Yeganə Əliyeva 2013-cü ilin dekabrında Nigar klinikası MMC-nin hüquqi nümayəndəsi olub. Bu klinikanın təsisçisi Prezident İlham Əliyevin əmisi oğlu İlqar Əliyevdir. O klinikanı iş ortağı, vaxtı ilə birinci ailəyə yaxınlığı ilə tanınan professor Şahbaz Şahbazovla birgə qurmuşdu. Şahbazov payçısı olduğu Nigar klinikasına basqından bir müddət sonra Türkiyəyə sığınıb. Abzas Media araşdırma aparılan müddətdə Yeganə Əliyevadan özəl klinikanın fəaliyyəti ilə bağlı açıq qalan suallara cavab ala bilməyib. Bəs Dövlət Sərhəd Xidmətinin hərbi hospitalının binasında özəl tibb müəssisəsinin fəaliyyətinə qanunla icazə verilirmi? Özəl tibbi fəaliyyət haqqında qanunun 15-ci maddəsinə əsasən, özəl tibbi praktika ilə məşğul olan şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan əmlakı, o cümlədən bina, qurğu və avadanlıqları yalnız müvəqqəti istifadəyə götürə bilərlər. Klinika isə 2 ildir ki, Dövlət Sərhəd Xidmətinin binasında fəaliyyət göstərir. Dövlət Sərhəd Xidməti qurumun hərbi qulluqçularının, işçilərinin, pensiyaçılarının, həmçinin onların ailə üzvlərinin sağlamlığının mühafizəsi istiqamətində kompleks profilaktika, müalicə, sanatoriya kurort və digər tədbirləri həyata keçirir. Əsasnamədə qurumun kommersiya fəaliyyəti ilə məşğul olması nəzərdə tutulmayıb. Dövlət Sərhəd Xidməti özəl Yeganə Rosu Bebek Klinikasının hərbi hospitalın binasından, avadanlıqlarından, eləcə də digər resurslarından istifadəsi ilə bağlı suallara video dərc olunanadək cavab verməyib.